Bu mobil operator fəaliyyətini deməli dayandırır. Bax, belə bir xəbər var. Bilmirəm, bizim texniki internetlə bağlı hansısa bir problemimiz yoxdursa, lap əla. Və söhbət hansı mobil operatordan gedir? Dekabr ayının 15-dən bu mobil operator fəaliyyətini dayandıracaq. Əgər bu mobil operatorun deməli abunəçisisinizsə, artıq bunu nəzərə almalısınız. Yayınımız deməli YouTube üzərindən davam edir, dəyərli izləyicilər. Naqtel MMC tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi dekabr ayının 15-dən dayandırılacaq. Bu barədə abonentlərə artıq SMS göndərilib. Qeyd edək ki, Naqtel MMC daha öncə dekabrın 1-də fəaliyyətini dayandırması ilə bağlı açıqlama yaymışdı və bildirilmişdi ki, abunəçilər hazırda istifadələrində olan nömrələrin onların adlarında saxlanılması və mobil rabitə xidmətlərindən yararlanmağa davam edə bilmələri üçün ölkədə fəaliyyət göstərən digər mobil rabitə operatorlarına, yəni Azərselə, Bakselə və Nar Mobile'a müraciət etməlidirlər.